Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində, əvvəla özümü və siz əzizləri İlahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Amin. İnsanların ibadət itaətinin qəbulu üçün və həyatda pak yaşaması üçün və axirətdə hesab kitab günündə Allah qarşısında hesablarının yüngül olması üçün ən mühüm məsələlərdən də biri insanın halal ruzu qazanması və halalından ruzilənməsidir. Bu çox dinimizdə mühüm bir məsələdir. Çünki insanın ruhunda haram tikənin mütləq təsiri var. Quran-ı Kərimdə Allah mütəal bunun barəsində buyurur: "Və kulu mimma razaqakumullahu halalan tayyibə." Sizin üçün yaradılmış halal, pak yeməklərdən qəbul edin. Allahın pak nemətlərindən ruzilənün. Vəttəqullah, Allahdan qorxun. Əllədə entum bihi mu'minun. Həmin Allah ki, ona iman gətirmisiniz. İman gətirdiyiniz Allahdan qorxun və Allahın pak və halal qərar verdiyi nemətlərdən ruzilənin. Əzizlərim, Allahın bəşərdə yaratdığı ruzilərin, insan üçün yaradılmış ruzilərin hamısı halaldır. O şey ki, insan üçün yaradılıb. O şey ki, halal deyil, Allah onu insan üçün yeməyi üçün yaratmayıb. Başqa bir səbəbləri var. Bəzi heyvanlar var, bəzi məsələlər ki var, bəzi bitkilər ki var. Bu, insanın qidalanması üçün deyil. Yəni, o şey ki, Allah insan üçün qidalanmağı üçün yaradıb, onları da halal yaradıb. Və Allah deyir ki, bəşərdə mən siz üçün bu qədər halal neymətlər qoyulduğum təqdirdə niyə harama tərəf gedirsiniz? Niyə haram qazanırsınız? Niyə haram yeyirsiniz? Əsli həqiqətində haramın insanın ruhuna çox böyük təsirləri var. Biz gəlirik bir həyata ki, o həyatda biz cismimiz 70, 80 il, 90 il, qoy çox olsun, 100 il bizi ilə həmsəfərdir. O cismimizin üzərində o qədər diqqətliyik, o qədər müğayətıq ki, məsələn, həkim deyib ki, bunu yemək olmaz, ondan çəkinirik, bunu içmək olmaz, ondan çəkinirik. Filan saatdan sonra yemirəm, biri deyir, mən çörək yemirəm, biri deyir, hər nə yemirəm. Allahın o halal neyməti çörəkdən imtina edir, çünki bu cismi salamat qalsın. Amma Allahın haram neymətlərindən imtina etmir, halbuki əbədi olaraq bu ruh səndən müsafirdir, səndən birlikdədir. Bu ruhu sən həmin qidalarla körləyirsən. O ruh qaralır, o ruh bədbəxt olur. Sadəcə biz bəlkə onu hiss eləmirik. Əslində insan özünə diqqət eləsə, onu da hiss eləyəcək. İnsan hiss eləyəcək ki, mən haram yedikcə mənim qəlbim daşlaşır. Mən insanlara rəhmsiz oluram. Mən ehtiyaclara əl tutmaq həvəsim ölür. Mənim ibadət meyillərim azalır. Mən ziyarət eşqi qəlbimdən çıxır. İnsan düşünsə, bunların səbəblərini özündə axtaracaq, tapacaq. Həzrət Əmr əleyhissalamın məşhur Kumeyl duası ki var, Kumeyl ibn Ziyada öyrətdiyi bir duadır. Həmin duada keçir ki, Allah bağışda o günahlarımızı ki, o günahlar bizim ruzumuzun qarşısında sipərdir, ruzumuzun qabağını kəsir. Yəni, bizim günahlarımızdır, ruzumuz azalır və ruzumuz azaldıqca insan nə edir? Haram tikələrə yavaş-yavaş əl uzadır, meyl göstərir. Ona görə insan səbirli olsa, Allah da halalından onun üçün yetirəcək. Çünki Quran-ı Kərimdə Allahın zəmanəti var bizim halal ruzumuza. Allah zamindir, deyir, mən sizi yaratmışam və mən də zaminəm. İnsanın biraz təvəkkülü olsa, biraz dayanıb səbr eləyə bilsə ki, Allah, sən zaminsan, göndər də ruzumu. Mən nə olur olsun, səndən başqa qapıya getməyəcəm. Səndən
qadağan etdiyin şeylərə əl uzatmayacağam. Mən sənə görə dayanacağam. Bu cür olsa, Allah insanın ruhsunu verər. Məhşur hadisədir. Dəfələrlə də bunun barəsində danışmışıq da, eşitmişsiniz də. Bir gün Həzrət Əli əleyhissalam bir səhabəsi ilə, bir qulamı ilə səfərdə idilər. Əzan vaxtı idi, məscidə girib namazlarını qılmalı idilər. Baxdı ki, Həzrət dəvəsini qoymağa bir yer yoxdur. Dedi, Qəmbər, bax gör, burada bir nəfər varsa, bu dəvəmizi saxlasın, biz girək namazımızı qılaq. Bir nəfər şəxs var idi, bekar dayanmışdı məscidin qarşısında. Dəvəni verdilər həmin şəxsə saxlamaq üçün. Daxil oldular məscidə, namazlarını qıldılar. Həzrət məsciddən çıxanda 2 dirhəm çıxartdı. Qəmbər, bunu zəhmət çəkib verərsən o adama. Çıxdılar, gördülər ki, dəvə qalıb orada səllimi. Dəvənin üstündəki o üzəngisi yoxdur, yəhəri yoxdur. Nəsə qoyurlar da palan ki, dəvənin üstünə o yoxdur. Məyus olurlar. Həzrət Əli əleyhissalam deyir ki, Qəmbər, get bazardan 2 dirhəm də onsa palanın qiyməti də, bir dənəsini al götür gəl. Qəmbər gəlir bazara, görür həmin şəxsə ki, bunlar tapşırmışdılar, o həmin yəhəri orada 2 dirhəmə satır. Verdi 2 dirhəmi, aldı, götürdü, gəldi. Ya Əli, aldım, götürdüm, gəldim, özdə hələ öz malımızdır. Həzrət Əli əleyhissalam orada bir söz deyib, bir aləm sözdür də, insan düşünə bunun barəsində. Həzrət Əli əleyhissalam burada ki, Allah bu bəndənin bu gün ruzusunu halaldan 2 dirhəm təyin eləmişdi. 5 dəqiqə tələsdə haramdan götürdü. İnsanın o gün bir ruzusu var, bəlli bir ruzusu var. Allah yaratdığı bəndələri üçün hər gün ruzu təyin edib. Sən o harama əl uzadıb götürmə, Allaha xatir, 5 dəqiqə sonra, 1 saat sonra Allah halalından o ruzunu sənə yetirəcək. Sadəcə bizim buna imanımız, etiqadımız yoxdur. Və bizim ruzilərimizin ən çox azalma səbəblərindən də biri nədir? Bizim günahlarımızdır. İnsan dağa daşa qaçmasın, iş çətinə düşüb, iş düyünə düşüb, ruzi azalıb, nə molla yanına get, nə dua yazan yanına get, nə cadugar yanına get, nə sehraçan yanına get. Getmə əzizim bunların dalıyıca. Get, düş səcdəyə, Allahla razı niyaz elə. Dinən ki, Allah mənim günahlarımın nəticəsidir. Mən bir namaz deyəcəyəm sizə, əziz Peyğəmbərimіздəndir. Həzrət Peyğəmbər Əkrəm buyurur, nə vaxt işləriniz düyünə düşdü, çətinə düşdü, gördünüz ki, işləriniz alınmır, gördünüz ki, ruzunuz azalıb, bu 2 rükətli namazı qılın. Bax, bu 2 rükət əziz Peyğəmbərimizdən bir namazdır, bizə tövsiyə olunur. Namazın adı nədir? Namazın adı istiğfar namazıdır. Namaz qılıram, 2 rükət istiğfar namazı qürbətən ilallah. Hər rükətdə niyyətdən sonra, təkbirətül ehramdan sonra Fatihə və İxlas oxunur. Sonra İxlas surəsindən sonra Qədr surəsi oxunur. Qədr surəsindən sonra 15 dəfə Əstəğfirullah Rabbi və Ətubu İlahi zikri deyilir. Allahu Ekber getdin rükuya. Rükunun zikrini düdün, rükunun zikrindən qalxanda, rükunun zikrindən sonra 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İlahi zikrin rükuda deyil və rükudan qalxandan sonra 10 dəfə yenə bu Əstəğfirullah Rabbi və Ətubu İlahi zikrin deyil. Get səcdəyə, səcdənin zikrindən sonra 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləhdir. Qalxdın səcdədən, birinci səcdədən, yenə 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləhdir. Təkbir deyib qayıt səcdəyə. Səcdənin duası yenə də 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh. Qalxdın yenə 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh. Bu birinci rükət. İkinci rükətdə eyni bu cürdür. Sonunda bir təşəhhüd və salam deyiləcək. Çox da vaxt aparan namaz deyil ki, Əstəğfirullah zikrinin 10 dəfə, 15 dəfə saymaq da bir çox vaxt aparan deyil və hamımızın da dil əzbəri olan bir zikridir. Çox aparsa insanın vaxtını 15 dəqiqə aparar. Əziz Peyğəmbər buyurur ki, müşkülləriniz həll olar, düyünləriniz açılar, ruzunuz çoxalar və bərəkət tapar. Bu elə mən əziz Peyğəmbərimizdən sizə bir ərmağan da dedim ki, istifadə edin. Amma məqsəd bir başqadır. Peyğəmbər Əkrəm bu məsələdə əsasən bizə nəyi eyham eləyir? Deyir ki, yəni ruzunuz azalıb, işləriniz düzünə düşübsə günahlarınız deyə istiğfar edin, tövbə edin. Tövbə bu düzünləri açır.
Tövbənin vasitəsi ilə bu müşkillərdən həll olacaqsınız. Yəni bizim həyatımızın ən çətin problemi günahlarımızdır. Bir nəfər sual eləyəcəkdi, axı filan günahkarı mən tanıyıram, elə ruzusu da gemboldur, canı da sağlamdır, işləri də hamıdan yaxşı gedir. Əzizim, Quran onun barəsində danışır və dəfələrlə də demişik. O cür insanlar Allah nəzərində bitib, tükənib. Allah onları buraxıb öz başına. Quranda da var onların barəsində. Peyğəmbər onlara ruzu verdiyim üçün təəccüblənməcənən, onları biz bir fürsət vermişik ki, günahlarını şiddətləndirsinlər, cəzaları möhkəm olacaq. O şuluq tələbənin ki, məlum görürsən, daha heç bir şey ona demir, heç sakit ol da demir, dərsdən qaçma da demir, saxlayıb onu imtihana, deyir, qoy nə bilir eləsin, amma oxuyan tələbənin müəllim gözünü deşir. Allah da mömin bəndəsinin gözünü deşir. İstəmir ki, cızığından çıxsın, yolunu azsın. Günah eləyən kimi ruzusunu azaldır. Günah eləyən kimi işini çətinə salır. O birisilərlə sənin işin olmasın. Mömin sənsə bu cür imtihanların olacaq və səbəbi də nədir? Öz günahlarımızdır, öz əməllərimizdir. O qədər mühüm bir məsələdir ki, bu. Həzrət Peyğəmbər Əkrəm halal ruzunun barəsində buyurur, Mən əhəbbə ən yüstəcəbə duaəhu fəlyutayyib mət'əməhu və məqsəbə. Hər kim istəyir ki, ruzusu çoxalsın, yeməyini və qazancını paçlaşdırsın, halallaşdırsın. Bir dənə hədis-i qudsi varmızdır. Allah Peyğəmbərinə xitab edir. Ya Əhməd sallallahu aleyhi və alihi və səlləm. İnnəl ibadətə əşrətü əczai tis'atun minhə tələbil halal. Ya Peyğəmbər, ibadət 10 qismdir, onun 9-u halal ruzu qazanmaqdır. 10 qism ibadətin birinin içindədir namaz, oruc, həc, cihad, əmr bi məruf, nəhyəz münkər, təvəlla, təbərra, hamısı birinin içindədir. 9 dənəsi halal ruzu qazanmaqdır. İndi mümin məsuliyyətin başa düşməlidir. Bilməlidir ki, vacibatını yerinə yetir, boş bekar gəzmə, dolanma, gedə ailənin məişəti ilə məşğul ol, halal ruzu qazancına. Mümin diqqətli olmalıdır, mümin əməllərində, ibadətində diqqətli olduğu kimi qazancında da, xərcləməyində də, qidalanmağında da diqqətli olmalıdır. Təəssüf hissi ilə adam hiss edir, bəzən görsən müminlər var, qidanın halal haramlığını araşdırmır. Bu necə kəsilib, bismillahla kəsilib, bismillahla kəsilməyib, harda istehsal olunub, baxmır buna mümin. Və bilin ki, bunlar bizim ruhumuzda təsir qoyur. Böyük alimlərdən biri idi də, hamınız da eşitmişsiniz. Evladını gördü ki, nəsə, evlad o evlad deyil. Bunun verdiyi tərbiyədə deyil. Mərdimazarlıq eləyir bizim dilimizlə. Gəldi evə xanımından xəbər aldı, dedi, axı mən buna halal ruzudan başqa bir şey gətirmədim. Bu niyə belə olsun ki? Xanım etiraf elədi ki, mən bir dəfə bu uşağa hamilə olarkən qonşunun səfərindən bir nar sallanmışdı həyətimizə, nəfsim çəkdi, narı yemədim, deşdim, biraz suyundan solurdum. Əsərə bax, təsirə bax qoyur insan həyatında. Heç qəribə gəlməsin bizə. Mən bu nümunəni, bu misalı seçmişəm. Bugün tibb alimləri bunu sübut edir ki, ana qaynar su, qaynar çay içəndə süd verdiyi körpənin ağzı yanır. Soyuq su içəndə körpənin boğazı gəlir. Bəzi qidalar var, yeyəndə körpə köpür. Nə əlaqəsi var? Bu ana bunu yeyib də, gör nə qədər proses keçib, o qidası südə çevrilib, südü indi körpə yeyir. Deyir, yox, mütləq təsiri var. İndi cismani təsiri varsa, gör ruhani təsirlər nə qədərdir. İmam Sadiq əleyhissalam buyurur, Rəddu daniq haram ya'dulu indəllahi səb'inə hiccətə məbrurə. İmam Sadiq əleyhissalam buyurur ki, haram daniq dirhəmin 6/1 hissəsinə deyirlər. Yəni dirhəm xırda puldur da bizim dilləncə, qəpikdir. Onun da 6/1 hissəsini insan deyir, öz malından uzaqlaşdırsa, haramı öz malından ayırsa, həmin insan üçün 70 qəbul olunmuş həccin savabını yazarlar. Bir dənə nə iş gördü? Haramı ayırdı.
Yəni qoymadı malına haram qarışsın. Nə kənardan haram pul gəlib malına qarışmağa imkan vermədi, nə də öz pulu, halal pulunun da xumsun zəkatını ayırmayanda elə haram onun puluna qarışır da, onu da ayırmalıdır və bu ayırmaq 70 həcdən fəzilətlidir Həzrət İmam Sadiq əleyhissalam buyurur. Müqəddəs Ərdəbilinin anasından xəbər aldılar ki, necə oldu bu müqəddəs Ərdəbil oldu? Bu əzəmətli bir insanı necə sən tərbiyə elədin? Deyir, mən ona heç vaxt şübhəli tikə yedizdirmədim. Nəinki haram. Şübhə var bir məsələdə, mən şübhəlini evladıma yedizdirmədim. Həmişə dəstəmazda halda ona süd verdim. Səy etdim ki, yaxşı uşaqlarla oturub dursun. Bunlar çox mühüm məsələlərdir bizim həyatımızda. Bizim həyatımızı dəyişə biləcək amillərdir. Allah and verək izzətinə, cəlalına, əzəmətinə. Hər kəsin ruzusun halalından pak, minnətsiz qərar versin inşallah.